Pavlova, balerin kimi zərif və kövrək bir desert. Elə adı da balerin Anna Pavlovanın adından götürülmüşdür. O qədər həssas bir desertdir ki, toxunanda belə ehtiyat edirsiniz. Yumurta ağını şəkər tozu ilə çırpıram. Daha sonra üzərinə vanilin, nişasta və biraz da limon suyu gəzdirirəm. Axışqan olmayan hala gəldikdə isə qarışdırmağı dayandırıram. Mən kiçik hissələr şəklində ayırdım. Siz bütöv tort halında da hazırlaya bilərsiniz. Əvvəlcədən isidilmiş 90 dərəcəli sobaya 1 saat pişməsi üçün göndərirəm. 1 saat sonra ehtimalca sobanın ağzını açıb pişdiyini yoxlaya bilərsiniz. Sobalar müxtəlif olduğu üçün biraz müddəti sizdə uzana bilər. Üzərini dondurma dadında qaymaqlı kremlə bəzədikdən sonra ünvanlanıram bağımıza. Üzərini bəzəmək üçün mənim seçimim albalı və nanə oldu. Siz öz zövqünüzə görə bəzəyə bilərsiniz. Gələn qonaqlarınıza dəyərli hiss edəcək bu deserti mütləq hazırlamalısınız. Videomu bəyənib yatışa verən hər kəsə təşəkkür edirəm. Hələlik.